Bir çox insana həqiqət deyəndə ciddiyə almır. Beynində belə bir mənzərə formalaşır. Mən, mənim həyatım və hardasa orada qıraqda bir yerdə fəlsəfə, din, həyatın mənası, həqiqət, nə bilim, yoga, moga, belə şeylər. Ya da bugün daha çox dəbdə olan şablon bir cümlə var. Hamınız eşitmisiniz və çoxunuz qəbul eləmisiniz bunu. Hansı cümlədir bu? Hər kəsin öz həqiqəti var. Məsələn, bu mənim həqiqətimdir, bu dostumun həqiqətidir, bu bir alverçinin həqiqətidir, bu bir Türkiyədə oxumuş tələbənin həqiqətidir, bu bir narkomanın həqiqətidir. Görürsünüz, biz mənimizi ortaya qoyuruq və həqiqət hardasa kənarda başımıza dolanır. Dondurma dadlarını seçdiyimiz kimi həqiqəti seçirik. Amma real mənzərə belə deyil, mütləq həqiqət bir dənədir və bizi əhatə edən o balaca həqiqət dediyimiz şeylərin hamısı yalanlardır.